Bismillah, elhamdülillah və salatu və selamu alə rasulillah, əmmə ba'd. İslam dininin əhəmiyyətlə üzərində durduğu məsələlərdən biri də qul haqqı məsələsidir. Bu haqda kainatın əfəndisi olan Muhammed sallallahu aleyhi və səlləmin qulaqlarımıza sığa olacaq bu hədisi həqiqətən də möhtəşəmdir. Bir gün Allah Resulü sallallahu aleyhi və səlləm sahabələrinə soruşur: həqiqi müflis kimdir? Bunun üzərinə sahabələrdən biri: ya Rasulallah, malı və pulu olmayan kimsədir. Bunun üzərinə Peyğəmbərimiz aleyhissalatu vesselam: həqiqi müflis qiyamət günü namaz, oruc və zəkat kimi ibadətlərlə gələr. Lakin ümmətindən olan bu günahkarlar birini söymüş, birini döymüş, birini böhtan atmış, böyük günahlarla gəlmiş və bunun savabları haqq sahiblərinə qaytarılmışdır. Və onun üçün də qiyamət günü etdiyi əməllərin qarşılığı artıq bu kimsədə yoxdur. Onun üçün də Rəbbim bizlərə bu dünyadaykən haqq sahibləri ilə haqqlı şəkildə ödəşməyi nəsib eləsin. Əmin.